Mirzoyan rəsmi Bakını ittiham etdi, sülh müqaviləsini imzalamaq istəmirlər. Konstitusiyaya dəyişikliyi Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə əlaqələndirmək konstruktiv deyil. Bunu Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan deyib. O, Türkiyə kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşündə Avropa İttifaqının müşahidə missiyası ilə bağlı deyib ki, onun mandatı Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinin dəstəklənməsinə, eləcə də sərhəd xətti boyunca sabitliyin təmin edilməsinə yönəlib. Sülh müqaviləsi imzalandıqdan və qüvvəyə minəndən sonra missiyaya ehtiyac aradan qalxacaq. Problem ondadır ki, bəzən bizdə belə bir hiss yaranır ki, Azərbaycan Ermənistanla sadəcə olaraq sülh qurmaq istəmir. Bunun hansı hesablamalara əsaslandığını deyə bilmərəm, amma həqiqətən də narahatlığımız var ki, onlar nizamlanma prosesinin başa çatmasını, danışıqların yekunlaşmasını və sülh sazişinin imzalanmasını istəmirlər. Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, nizamlanma prosesində başqa istiqamətlər də var. Kommunikasiyaların bərpasına və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş bir sıra təklif vermişik. Bunlar ağlabatan və real təkliflərdir. Təəssüf ki, heç bir konstruktiv cavab almadıq. Ümumi təəssürat ondan ibarətdir ki, Azərbaycan tərəfi sadəcə olaraq nizamlanma prosesinin başa çatmasında maraqlı deyil və hər iki 10 illikdə sülhün bərqərar olması üçün yeni bəşəri bir dövr qurmağa hazır deyilik. Azərbaycan rəhbərliyinin ritorikası və vəziyyətin real inkişafında təəssüf ki, yerlərdə gərginliyə səbəb ola bilir. Nazir bildirir ki, növbəti görüşlər sülh sazişinin harda və necə imzalanmasını nəzərdə tutulduğu barədə xəbəri yoxdur. Onların mövqeyi bəllidir. Bu və ya digər tələbi yerinə yetirilməyənə qədər bu məsələni müzakirə etməyəcəklər. Əvvəl birinci, sonra ikinci, sonra üçüncü və sairə bu reallıqdır. Lakin biz onlarla ünsiyyətimizi davam etdiririk. Yəni, bu deyirlər, oğru ilə bağırdı ki, doğrunun bağrı yarıldı. İndi Ermənistan həmin o özünün inandırdığı yalançı ritorikasını davam etdirir. Sülh müqaviləsinin imzalanması üçün əsas iki şərtimiz var. Sözdə qəbul edib, əməldə yerinə yetirməyən Ermənistan bir daha bunu başa düşməlidir ki, bəli, söhbət qalib ölkənin şərtlərindən gedir ki, bu da yəni bizim öz haqqımızdır. Biri var ki, Ermənistan ərazisindən pay istəyək. Belə bir şey yoxdur. Biz öz ərazimizə qarşı olan iddiaların aradan qaldırılması tələbini eləyirik. Bir də ki, 30 il heç bir işi görməyən ATƏT-in Minsk qrupunun buraxılması tələbini eləyirik. Yəni, ləğv edilməsi tələbini eləyirik. Biz tələblərimizi etdiyimiz sırada isə Ermənistanın Xarici İşlər Naziri belə bir məsələni diqqətə çatdırır ki, yəni, onlar da danışıqlara həmişə açıqdır. Azərbaycan isə öz tələblərində israrlıdır. Təbii ki, bu belə də olmalıdır. Bəs ermənilər özlərini necə ovudurlar? Nənə və baba heykəli və ya bizim dağlar heykəli ona yəni, müxtəlif cür adlar verirdilər. Və indi özlərini bu heykəlin kiçik bir modelini düzəltməklə və onu İrəvanda qoymaqla özlərini təsəlli eləyirlər. Revanşistlər və separatçılar Ermənistanda özlərinə bu şəkildə təsəlli tapırlar deyə Azərbaycanda ən çox hərbi xəbərləri paylaşan Telegram kanallarından birinin təqdim etdiyi şəkildir. Bəli, artıq ermənilər Xankəndidə deyirlər, öz xoşları ilə ərazini tərk etdilər, Azərbaycan vətəndaşı olmaq istəmədilər, yol açıqdır dedik və getdilər və təbii ki, artıq onlar gəlib nə bizim dağlara, nə də ki, nənə baba heykəlinə baxa bilmirlər. Ona görə də bunu təsəlli bir şəkildə ancaq kiçik modelini yaratmaqla özlərinə, belə deyək də, bir hədiyyə eləyiblər. Bəs Ermənistan həqiqətən də sülhə hazırdırmı bütün bu addımlar fonunda? İndi sizə bir fotonu da təqdim eləyəcəyik, hansı ki, o fotoda Yerkrapa terror təşkilatından söhbət gedir. Ermənilər indi də sərhədə terrorçuları toplayırlar. Belə ki, Yerpraqa terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib. Silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var və gördüyünüz kimi sarsaq bayrağı. Hələ də bu əski parçası onların hərbi geyimlərinin üzərindədir. Ola bilərmi? Ola bilməz. Hətta bu
qondarma respublikanın, elə qondarma bayrağının hər hansısa bir dövlət qurumunda, idarəsində və yaxud da ki, hərbi geyimlərdə sərgilənməsini ölkənin baş naziri Nikol Paşinyan da rədd etmişdi və bununla bağlı göstəriş vermişdi. Və bu bayraqlar harda var idisə, oradan da yığışdırılırdı. Amma bu bəzi kəsimə aid deyil. Bəzi terror qruplaşmasının üzvləri var ki, onlar üzərlərində hələ də bu sarsaq bayrağını gəzdirirlər və onlara görə hələ də mücadilə bitməyib. Tam belə məlumdur ki, yəni Ermənistanın son hərbçisi də gəbərməyənə qədər onlar sakit dayanmayacaq, amma bir şəhidə bir neçə leş etməyi də Azərbaycan ordusu çox gözəl bilir, çünki zamanında bunu həm də ermənilərə göstərib. İndi silahlı qruplaşmaların sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular yerləşdirirlər. Həmçinin separatçı əski parçasını qoluna yapışdıranları da görmək mümkündür onlar arasında. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhlükə yaradır. Ermənistanın sülh açıqlamaları ilə bu amillər ziddiyyət təşkil edir. Belə terrorçuların mövqelərə yerləşdirilməsi birbaşa təxribatdır və təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir. Və təbii ki, bu belədir. Burada faktı da göstərir ki, ermənilər nə qədər istəsələr də bunu təbii ki, dana bilməyəcəklər. Və bugün sərhədə niyə ümumiyyətlə hərbçilər və ağır texnika yerləşdirilməlidir ki, Ermənistan tərəfindən? Ermənilər nəyə hazırlaşır? Müharibə hazırlığıdırmı? Təbii ki, müharibə hazırlığıdır. İstehkamlar qururlar özləri üçün, səngərlər qazırlar özləri üçün. Və bu şəkildə hərbçilərini yığırlar ora. Ağır texnikalarını yığırlar. Hərbçi də deməyim, terrorçuları deyim. Ağır hərbi texnikalarını da yığırlar ora. Və onlar yenə də ya kiminsə göstərişi ilə, ya da artıq öz beyinlərində olan və hələ də qurub yarada bilmədikləri və bundan sonra qərinələr keçsə də yarada bilməyəcəkləri böyük Ermənistanın arxasıncadılar. Amma yəni qayanın tam başında dayandıqlarının fərqinə varmalarının zamanıdır. Amma çox təəssüf ki, hələ ki, yanaşmalarında və etdiklərində bunları görmürük. Türk dünyası üçün tarixi səhv yoxsa inanılmaz plan gözlər Ankaradadır. Son günlər 4 Türk dövlətinin Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızistan Cənubi Kiprlə bağlı BMT qətnaməsinə imza atması və ilk üçünün burada səfirlik açması qərarı Türkiyənin Kipr siyasətinə və ümumilikdə Türk birliyinə zərbə kimi şərh olunur. Həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə bağlılıqlarını vurğulayaraq bütün adada yalnız Cənubi Kipr administrasiyasını tək qanuni hökumət olaraq tanıyacaqlarını öhdələrinə götürüblər. Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ərsin Tatar 4-cü Antalya diplomatiya forumunda çıxışında bəzi Türk dövlətlərinin Kiprin Yunan hissəsini tanımaq cəhdinə münasibət bildirib. O qeyd edib ki, bu Avropa İttifaqının təlqinləri ilə həyata keçirir. Mən Türk dövlətinin eyni münasibəti Şimali Kiprdə də qurmasını istəyərdim. Və rəsmi Ankara isə hələ ki məsələyə münasibət bildirməyib. Ehtiyatda olan Türkiyəli general sabiq hərbi attaşe Yücel Karaus bildirib ki, bizim 300 milyonluq bir ailəmiz var. Türk Dövlətləri Təşkilatına üzv ölkələr, icmalar və ya başqa dövlətlərin himayəsində yaşayan türklər deyə vurğulayıb. Adı çəkilən qardaşlarımızın verdiyi siyasi qərar müxtəlif xarici və daxili təzyiqlərdən qaynaqlana bilər. Məyus olduq, incidik, lakin bu inciklik ömür boyu davam edə bilməz. Daha iri tablonu götürüb böyük hədəflərə çatmaq, dünyada artan risk və təhdidlərə qarşı birlik olmağın vaxtıdır. Onları təhqir eləyərək 12 milyard avroya satıldılar və sairə tərzində söhbətlər qalıcı problemlər yarada bilər. Əminəm ki, Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatı zirvəsində bu mövzular müzakirə ediləcək. Bu səbəbdən hadisənin yaratdığı təsir baxımından dəyərləndirmək lazımdır deyə düşünürəm. Yücel Karaus qeyd edib ki, bu qərar nə adının
adanın Rum kəsiminə, nə də dövlətlərin özlərinə fayda verməyəcək, eyni zamanda Kiprin indiki mövqeyinə çox da təsir göstərməyəcək. Bu, onların tarixdə qalacaq səhv addımıdır və üzücü bir hadisədir, lakin biz özümüzə baxacağıq, yanlışlıqlardan deyil, doğrulardan və hadisələri bizi birləşdirən mədəniyyət, tarix və bərabərlik prizmasından və gələcək perspektivdən dəyərləndirəcəyik. Türkiyəli politoloq Hüsaməddin İnancın sözlərinə görə isə Şimali Kipr Türk Cumhuriyyəti 2009-cu ildə yaradılan və 2021-ci ildə Türk Dövlətləri Təşkilatı adını ailə qurumun müşahidəçi üzvüdür. Türkiyə uzun illər ərzində bu dövlətin tanınması üçün ciddi səylər göstərib. Ancaq son dövrdə Avropa İttifaqının Orta Asiyadakı türk dövlətlərinə təsir etmə cəhətləri, bir tərəfdən də Rusiyadan qaynaqlanan böyük təzyiqləri mövcuddur. Qazaxıstan, Qırğızstan, Türkmənistan və Özbəkistanın BMT-nin 541 və 550 saylı qətnamələrini qəbul etməsi Türkiyədə şok effekti yaratdı. Bu qətnamələrə əsasən türk bütünlükdə Rumlara aid tək bir dövlət olaraq qəbul edilir. Türkiyə işğalçı dövlət kimi qeyd olunur və bu, deməli, Şimali Kipr Türk Cumhuriyyəti müstəqil bir dövlət kimi tanınmır və ona baxılmır. Bu yanaşmanın arxasında təəssüf ki, Türkiyənin yaşadığı iqtisadi çətinliklər və sözü gedən ölkələrə kifayət qədər yardım edə bilməməsi dayanır. Avropa İttifaqı Komissiyasının sədri Ursula von der Leyenin səfəri ilə 3-4 apreldə Səmərqənddə keçirilən zirvədə bu dövlətlərin infrastruktur, xammal, rabitə və nəqliyyat sahələrinə 12 milyon avroluq ciddi investisiyaların qoyuluşu da müzakirələrə səbəb oldu.